Salam uşaqlar, daha bir nümunəyə baxırıq. Eradicate sözünə uyğun gələn hansıdır? To destroy or get rid of something completely. Nəysə dağıtmaq, tamamilə ondan azad olmaq. Aşağıdakı Rum sözünə uyğun gələn sinonim possibility, mümkünlük. Hansı söz aşağıdakı sözə uyğundur? Listen to rock music is my cup of tea. Mənim zövqümcə deyil rock musiqi dinləmək. Düzgün sinonim olan cərgəni seçin. Rapid, quick, yəni sürətli ikisi də deməkdir. Permit, forbid antonimdir. Desire, stimulation, setback, comfort, essential, realistic. Okay, düzgün artiklı seçin. Z, nigger, connects, like, egg, Z, like olanda biz istifadə eləmirik heç nə, burada çıx. Deyir ki, Niagara gölü, çayı Erie və Ontario göllərini birləşdirir. Düzgün variantı seçin. Can any of you help me? Kimsə mənə kömək edə bilər? Burada anybody olmayacaq, anyone olmayacaq, some olmayacaq. Okay, any. There are some problems. Burada olmayacaq A variantı. Kompüterində bəzi problemlər var. Off in ətlə bitirin. Take advantage of-la istifadə olunur. Üstünlük sağlamaq. In the course of something, nəysə astanasında, ərəfəsində. At once on pace, yəni kimsə öz ritmində hərəkət eləyəndə. Və aşağıdan da deyir cümlə qurun. Mübtəda xəbər tamamlıq. Modern sport, modern life has become an important part of modern life. Sport, baxın bunu yazdım, sport has become an important those days has an important part deməli, sport has become an important part sport life those days modern life modern sport has become modern life important da sildik nə qaldı modern those life days. Deməli, sport has become an important part. Heç of da yoxdur ki. Burada nədir? An important part. Life part those days. Uşaqlar, mənə elə gəlir ki, burada of söz olmalıdır, verməyiblər. Of life. Özdə those yox, these days. Bu günlərdə of modern life, müasir həyatın. Burada modern sözü də olmalıydı ofla. Onu da yaşıl hərflə verəcəm. Yaşıl. Of modern life. Sport deyir, müasir həyatın, bu günlərdə müasir həyatın ayrı, vacib bir hissəsinə çevrilib. Nəysə, say a new project by the next month, by ilə veriləcək, will have found olacaq. They will have found a new project. Gələn aya kimi onlar yeni bir layihə meneceri tapacaqlar. Decide, predict, promise sözlərini düzgün yerə qoyaq. They decided. Onlar qərara gəldilər ki
konferansda dünən iştirak eləsin. No one can predict what will happen. Heç kim deyir proqnoz verə bilməz, görə bilməz ki, sabah nə baş verəcək. She promised not to tell a lie again. O söz verdi ki, bir də yalan danışmayacaq. Passive causative-də aşağıdakı deyir, yəni məchul icbar növdə yazın. I wash the dishes every day. Mən hər gün boşqabları yuyuram. I get the dishes washed every day. Mən hər gün boşqabları yudurduram. I must sweep the floor properly. Mən döşəməni belə lazım qaydada süpürməliyəm. I must get the floor swept. Qaydası fiildir. Properly. Deyir ki, get the floor. Mən deyir döşəməni süpürməliyəm. Sonra aşağıdakı deyir cümlələri look like, look through, look forward, look after-la tamamlayın. Look like nədir? Oxşamaq. Look through nəzərdən keçirmək. Look forward to səbirsizliklə gözləmək. Look after qayğısına qaymaq. Burada birinci deyir ki, mən bacımın, anam çöldə olanda bacımın qayğısına mən qalıram. I look after. The twins look like. Əkizlər analarına bənzəyir. I was looking forward to seeing. Looking forward. Dostlarımı yenidən görməkdən ötürü səbirsizlənirdim. Don't forget to look through. E-maillərə nəzərdən keçirməyi unutma. Sonra altdan deyir ki, düzgün modal fiillərin altına xətt çəkin. You should could help you. Deyir ki, sən gərək gördüklərin barədə doğrunu deyəydin, onda biz sənə kömək eləyərdik. You should have told. I should deyir, o qədər gərək, bu qədər çoxlu tort yeməzdim. Adam yiyəndən sonra peşman olur, mən kimi. Bu qədər tort yeməməli idim. You shouldn't have eaten. Second yoxsa third conditional. İkinci və yaxud da üçüncü şərh budaq cümləsi ilə cümlələri tamamlayın. If you second və yaxud da third, okay, belə yazaq. If you prepare well, əgər yaxşı hazırlaşsan, you will pass. İmtahanı uğurla keçərsən. He wouldn't have missed if he hadn't overslept. Deyir ki, o dünənləri yatıb qalmasaydı, avtobusu qaçırmayacaqdı, qaçırıb. Ona görə wouldn't have slept. Sonra mətni oxuyun və suallara cavab verin. The Channel Tunnel is a great technological and engineering success of the 20th century. Channel tuneli, kanal tuneli 20-ci əsrin ən böyük, möhtəşəm texnoloji və mühəndislik uğurudur. It's recognized as one of the seven wonders of the modern world. Müasir dünyanın 7 möcüzəsindən biri hesab olunur. For nearly 200 years before it became a reality, people had been talking about building a tunnel under the sea to link England and France. Və deyir, təxminən 2 il bundan öncə qədər bunun reallaşmasından təxminən 200 il əvvəl insanlar deyir, İngiltərəni Fransanla birləşdirən yeraltı suyun altından keçən tunel tikmək barədə danışırlar. Digging started at the end of the 19th century, but the work was soon stopped because politicians were afraid that
Such a tunnel could be used by armies to attack England. Və deyir, qazıntı işləri 19-cu əsrin sonlarında başladı, amma işlər tezliklə dayandırıldı. Çünki siyasətçilər qorxurdular ki, belə bir tunel ordular tərəfindən istifadə olunacaq ki, İngiltərəyə hücum olunsun. Despite all the difficulties and fears, a railway tunnel connecting the two countries was finally completed in 1994. Amma bütün çətinliklərə və qorxulara baxmayaraq bu yeraltı reis tuneli, yəni qatar tuneli iki ölkəni birləşdirən nəhayət ki 1994-cü ildə tamamlandı. Since then, thousands of people have made the journey under the English Channel seabed from the center of Paris to the center of London. Və həmin gündən etibarən minlərlə insan İngilis Channel yatağından Parisin mərkəzindən ta Londonun mərkəzinə səyahət ediblər. Passengers cars, coaches are transported through the tunnel on shuttle trains. Və səyahətçilər, sərnişinlər, maşınlar və yaxud da gəmilər deməli bu shuttle trainlər vasitəsilə daşınıb həmin tunel vasitəsilə. The crossing takes 35 minutes və bu tuneli keçmək 35 dəqiqə vaxt aparır. Əladır ki. Mətn bir nə haqqındadır? The Wonder of the Modern World, müasir dünyanın möcüzəsi. Altına xətt çəkilmiş it nəyə aiddir uşaqlar? Tunelə aiddir. Which were in the passage to take somebody or something from one place. Nədəsə insanları və yaxud da nəyisə bir yerdən başqa yerə daşımaq. Transport. Daşımaq. Defend sözünün antonimini seçin mətndən. Bu da attack. Defend müdafiə etmək, attack hücum etmək. Bu qədər uşaqlar bəyənin, paylaşın, abunə olun. Qəşəng kommentlər yazın, sağ olun.